Ya Allah, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, əziz dostlar. Bugün yenə biləcəkdə sizə möhtəşəm bir villa təqdim edəcəyik. Həmin evlə sizin qarşınızdayıq. Gəl bala, keç buradan bir ətrafdan evi görsünlər yaxşı. Götürə bilsən yaxşı. Dostlar, qarşıda gördüyünüz evdən gedir söhbət. Gəl. 6 sotdadır. 6 sotda tikilib. Kes qardaşım. Bu həyətin ön hissəsidir, 6 sotdadır. Arxada da indi təqdim edəcək. Demək dostlar, 6 sotdadır bu villa. 3 mərtəbə. Bütün mərtəbələr monolit betondur və paket kupça. Paket kupçası var. Biləzlərinin gözəl bir yerindədir. Gəl həyətən sizi tanış edək və bir də qoy nəzərdən çatdırım izləyicilərimizin. Burada görüləsi işlər var evdə. Yəni sonda qiyməti deyəcəm sizə. Bütün burada tamamlanma işləri hamısı bütünlükdə qiymətə daxildir. Gəl qardaşım. Biraz ehtiyatlı ol. Ayaqla mismar ki, ehtiyatlı ol biraz. Buralar əlbəttə ki düzələcək. Burada görsənən nə var, hamısını götürəcəklər buradan. Bu taxtanız var, hamısını götürəcəklər buradan. Bu dəmir konstruksiyadır bu. İşlər görülən də gətiriblər bura. Bunlar hamısı hamarlanacaq. Görürsünüz, burada meyvə ağacları var. Əlavə yəni dəkmək olar. Bir də gəl bura tural. Bu tərəfdən evin əlavə bir girişi var bura. Bax, görürsən. Görsən çəqi var. O dəmir qapı var ha. O dəmir qapı ona görə qoyulub ki ora. Yəni bax, sırf burada kim istəsə əlavə bir dənə ayrı ev tikə bilər və qapısını oradan qoya bilər. Yəni burada 2 ev üçün nəzərdə tutulmuş bir yerdir bura. Kim də istəməz eləməz. Ehtiyac yox. 6 sotda inşa olunub. 3 mərtəbə. Bütün mərtəbələr arası monolitdir. Əziz dostlar. Hətta yer də monolitdir. Bax, bu gördüyünüzdə ayağımızın altıdır. Həyət bazı hamısı. Gəl qardaşım. Deməli dostlar, belə. Deməli, o qarajdan da girmək olur evə. Gəl bala, buradan da girmək olur evə. Bax, buradan da girmək olur, qarajdan da girmək olur. Bax, burada hamam sanuzel, bura lap 1-ci mərtəbədir, aşağı mərtəbədir. Hər tərəfdə istipoldur, hər tərəf. Tam istipolla təhsiz olunmuş bir bütün bu ərazilər hamısı. Burada indi o əlavə xəqapraşlar var, aboydu filandır, bunlar hamısı görüləcək. Ev sahibi bunları inşallah görüb verəcək. Onlar hamısı qiymətə daxildir. Qalxırıq evin əsas hissəsi olan 2-ci və 3-cü mərtəbələrə. Gəl qardaşım. Çox möhtəşəm bir evdir, həqiqətən. Əziz dostlar, burada da girən kimi sağ tərəfdə mətbəxdir, bir yataq otağıdır, sonra qonaq otağıdır. Gəl bura, gəl bura, bax, bura mətbəxdir. 6-nın 5-ədir, mən deyərdim ki, bura 30 kvadratdır. Tam bütün mərtəbə burada, hamısı stip oldu, hamısı. Keç qonaq otağı görsən. Görsən qonaq otağı. Qonaq otağı. Necə görsəndən, uzaqlı görsəndən, 50 kvadratdır bura. 50 kvadratdır, maşallah. Monolit beton, yuxarı da burada. Yəni, bütün mərtəbələr monolit betondur. Çox möhtəşəm tikilidir, əziz dostlar. Burada istif oldu. Burada görüləsi bütün işlər tam görüləcək. Bunlar hamısı qiymətə daxildir. İnşallah bir yataq otağı da buradadır. Çekirin, hə. Hamam sanitar qopşağı, sanuzel bir yerdə.
Bunları göstərdim Buranı seçməmişsən, hə? Gel kardeşim. Demək, əziz dostlar, bu ev aşağı yuxarı, birinci mərtəbədən üçüncü mərtəbəyə qədər tam 8 otaqdır. Tam 8 otaqdır, 3 hamam və sanuzelli sanitar qovşağıdır, 2 mətbəxdir bu ev, 8 otaqdan ibarətdir. Yəni də təkrar edirəm, 3 hamam və sanuzel və 2 mətbəx. Buyur gəbli. Burada deməli 1, 2, 3, 4 otaqda buradadır. Get pəncərəni görsət. Pəncərəni görsət qardaşım. Tam açıqdır qarşısı. Bir şey dediyim, deməli 314 nömrəli tam orta məktəb, məktəbin lap yaxınlığındadır. Evimizin daha doğrusu lap yaxınlığındadır. Gəl qardaşım. Görsən maşallah, hamısı iri otaqlardır. Yəni, kifayət qədər edir ya. Təmiz yəni 25 kvadratdır bura. 5'in 5'e de bura. 25 kvadratdır. Tam iri ölçülüdür. Gəl. Maşallah. Panorama pəncərələr. Burada 25 kvadratdan bəlkə də çoxdur. Gəl bura qardaşım. Gəl görsət, qoy. Hər tərəfi belə görsət. Ətrafı görsət. Görsən necə işıqlı evdir, qəşəng. Hamam sanuzel. Hamam sanuzel. Təxminən burada 9 kvadrat var. Böyüdür. Burada yenə 20 kvadrat var, rahat. Çox gözəldir. Çox gözəldir, maşallah. Çox möhtəşəm evdir, həqiqətən də. Burada balkonda, indi oraya balyanslar düzüləcək. Ev sahibi tərəfindən. İnşallah. Ehtiyatlı ol, biraz yıxılarsan. Gəl qardaşım. Demək, əziz dostlar, əvvəla bu əziz gün, Ramazan günləridir. İnşallah qarşıda bizi tam 30 gün gözləyir. Allah hər kəsin Ramazan ayını mübarək eləsin. Bu ayda hamıya xeyir bərəkət arzulayırıq. İnşallah hər kəsin Allah duasını qəbul eləsin. Və bir şey də deyib, Allah Teala evi olmayan, ev arzusunda olan hamıya ev qismət eləsin. Çünki yəni deyirəm, ev olmayanda insan sabit qədəm ola bilmir. Ev insanın bir növ sabit qədəm olmağı deməkdir. Allah millətimizə, xalqımıza bərəkət versin. Bu evin paket kupçası var. Alt çoxda inşa olunub. Biləcərinin gözəl bir yerindədir. Yaxşı bir yerindədir. Yaxınlıqda 3 dənə marşrut var. 202 Nərmanova gedir. 92 və 170 Əcəmi ötəsinə qədər gedirlər. Evin qiyməti təyin olunub. 450 manat. İnşallah real müştəriyə razılaşma olacaq. Çox güman ki olacaq Allahın köməyi ilə. Amma çox gözəl evdir. Burada da gördüyünüz nə qədər o əskisi tamamlamamışlar var, hamısı tamamlanıb veriləcək ev sahibi tərəfindən. Yəni qiymətə daxildir. Allah alana da, satana da və əziyyəti keçən hər kəsə xeyir versin inşallah.